Bugün dostum zəng elədi ki, Emilio, balığa gedək. Dedim, gedək də. Onsuz bugün mənim işim yox idi. Nəysə gəldik, çatdıq. Həmin məkana, bura Lökbatandır. Lökbatanın kruqunun yaxınlığıdır, dairəsinin. Burada gömrük idarəsi ilə üzbəüz olan çimərli idi. Bu da mənəm, buraları sizin üçün göstərirəm. Gəlmişik balığa. Düzdür, professional balıqçı deyilik, belə hər gün gəlib balıq tutan deyilik, amma nəsə həvəs yarandı, ikinci dəfədə gəlirəm. Baxırıq buralara, bir neçə nəfər adam var. Aha, burada da belə də, yəni 3 dənə gəmi qoyublar. Amma əsas biz bura balıq üçün gəlmişik. Gəldik, çatdıq belə bir yerə, atdım ora spinneri. Spinneri nədir ondan oxşayım, adını da tam dəqiq bilmirəm, atdım. Gözləyirəm ki, balıq olar. Açığı çox oturduq, bəlkə bir yarım saat, 35 dəqiqə oturduq. Bu da yenə mən bu pastı dəmirlərin arasında balığa gəlmişəm. Yeri dəyişdim, biraz qabağa atdım spinneri ki, bəlkə buralarda olar. Burada da bir 20 dəqiqə, 15 dəqiqə oturduq. Gözlədik, burada da balıq görmədik, amma xırda balıqlar baxın, yəqin ki görünür. Hə, baxın, xırda balaca belə balıqlar talpa gəzirlər, harasa gedirlər, hardansa gəlirlər. Yeri dəyişdik, gəldik bura, biraz qabağa atdım spinneri ki, bəlkə burada olar balıq, çünki ətrafda buralarda oturan daha çox idi nisbətən. Nəsə yenə yeri dəyişdim, bir balaca sağ tərəfə getdim, spinneri biraz yaxın yerə atdım. Gözlədim ki, balıq gələr, amma balıq olmadı. 1 saatdan biraz artıq idi ki, balıq olmadı. Baxın, bu yerdir. Bu qədər. Balıq olmadı, biz də balıqsız gəldiyimiz kimi balıqsız da qayıdırıq. Düzdür, yaxşı vaxt keçirdik bir yerdə, ünsiyyət elədik, belə çay zad olmadı, amma söhbət elədik. Bugünkü də gün belə də, nə bilim, belə keçdi.